Müşküllərin yazsın. Yazdı. Salam, vaxtınız xeyir olsun. Bir fikrim var. Təsir və sonuclarına fikr edirəm. O da bu ki, bir kampeyn yola salınıb bu ünvanda Nami-i Rəis Cümhur. Hər kəs öz məntəqəsində olan müşkilatı və isteklərini məcazi fəzada paylaşar. Fikr edirəm, İran çərçivəsində qanuni müşkili də olmaya, amma nəticəsi Türk millətinə pis olmaz. Sizin fikriniz nədir? Yazdım. Çox gözəl fikirdir, amma bu şərt ilə ki, müşkillərin ən başında bunlar yazılsın, hər kəs yazsın. 1. Türklərin milli və müstəqil dövləti yoxdur. 2. Türk dilində mədrəsəmiz yoxdur. 3. Milli və ədəbi dildə 24 saatlıq radio və televizyonumuz yoxdur. 4. Azərbaycanlıların bir milli bankları yoxdur. 5. Ədəbi və ortaq türk dilində mətbuatımız yoxdur. 6. Milli siyasi partilərimiz yoxdur ki, bizim bölgələrimizin müşkilləri üçün kampeyn aparsınlar. 7. Dilimizin və millətimizin milli dil və kültür qurumu yoxdur. 8. İran məclisindəkilər biz türklərin nümayəndəsi deyil, bizim mühəndislik olmamış seçmə və nümayəndələrə ehtiyacımız var. 9. Urmuc gölü bizim üçün çox önəmli və türklərin ölüm-qalım savaşıdır. Onu doldurmaq lazımdır. 10. Bizim vətənimizin mədənlərin Azərbaycanlı sərvətlilər və Azərbaycanlı əlillər çıxarılmalıdır. 11. Bizim yeraltı qaynaqlarımız öz vətənimizdə işlənilməli və cürbəcür məhsula çevrilib satılmalıdır. 12. Bizim insanımıza öz vətənimizdə iş olmalıdır ki, başqa yerə köçməsinlər. 13. Bizim vətənin illər boyu talan olmasının cübranı üçün İsfahana qoyulan sərmayələrin neçə qatını bizim vətəndə yatırmalıdır. 14. Bizim vətənin Fars bölgələrindən daha çox tarixi, təbii, insani və çəkici gözəllikləri var. Azərbaycanın turist işləri İranın tüm bölgelerinin ən başında gəlməlidir. 15. Biz qonşu Türk qardaş dövlət və millətlərlə sərhədsiz gəlgit və alver istəyir. 16. Türklər yaşayan yerlərdə olan danışgahlarda bizim vətənimiz və millətimizlə ilgili elmi araşdırmalar aparılmalıdır. Və hər kəs ağlına gələn məsələləri əlavə edib yaya bilir. Hətta bu kampeyn yola düşürsə və təşkil olunursa, bir yerdə toplana bilir. Onların üzərində araşdırmalar aparmaq ola bilir. Saygılarımla İnsaf Əli Hüdayev.